Özümden getdim, boğulup da özümü itirdim, boğulup hem ağzımı yumup. Başladı namusumla olmağa. Bu videoda gördüyümüz mənzərə sadəcə bir cinayət hadisəsi deyil. Bu bir insanın illərlə inşa etdiyi mənlik hissinin, təhlükəsizlik duyğusunun və ən əsasında mən kiməm sualına verdiyi cavabın bir gecədə darmadağın edilməsidir. Psixologiyada biz buna akut travmatik stres deyirik. Qadının namusum getdi deyərək hönkür-hönkür ağlaması onun üçün bu hadisənin fiziki ağrıdan daha çox bir sosial və mənəvi ölüm mənasına gəlməsidir. Bir çox konservativ cəmiyyətlərdə qadın öz dəyərini namus anlayışı ilə eyniləşdirir. Bu inanc sarsılılıqda fərd özünü alçaldırmış, diri-diri bastırılmış kimi hiss etməyə başlayır. Burada əsas problem artıq hadisədən çıxıb, hadisə nəticəsində həmin qurbana ötürülmüş utanc yükündən ibarət olmağa başlayır. Peşəkar tərəfdən baxdıqda qadının ən çox sarsıdan ikinci məqam ona edilən barışıq təklifləridir. Bu ikinci travmadır. Qurban öz zorakısı ilə evləndirilməyə çalışmaq və yaxud da şikayətini geri çəkməsi üçün təzyiq göstərmək ona sənin yaşadığın ağrı bizim sosial normalarımızdan daha əhəmiyyətsizdir mesajını verməkdir. Bu travmanın sağalmasını qeyri-mümkün edir. Bir mütəxəssis kimi deyə bilərəm ki, zorakılığa məruz qalanın itirdiyi bir şey deyil namus. Namus bu vəhşiliyi törədənin və buna səssiz qalıb ört-bastır edənlərin itirdiyi anlayışdır. Bizim işimiz qurbanı sorğulamaq yox, onun dağılmış mənliyini yenidən inşa etməsinə kömək etməkdir. Unutmayın, utanc qurbanın deyil, cinayətkarın payıdır.